Salam uşaqlar, hər vaxtınız xeyir. Öz imtahanlarımla əlaqədar olaraq, yəni çoxdandır aktiv deyildim, amma artıq çalışacağam ki, həm test izahları, həm dərs izahlarını aktiv bir şəkildə YouTube kanalına yerləşdirim. Elə indi də açılışı düzdür, çoxdan olubdu, amma mən biraz izah etməyə gecikdim, çünki vaxtım olmadı dediyim kimi. Suallara baxacağıq. Deməli 7 iyun tarixində biologiyanın birinci qəbul suallarına baxacağıq, A variantına. Gəlin elə vaxt itirmədən suallarımıza keçək. Deməli, birinci sualımızda deyilir ki, düzgün kəsişmələri müəyyən edin. Fərdi seçmə verilib bizə. Arzu olunan əlamətləri möhkəmləndirir. Bəli, bu düzdür. Niyə? Baxın. Fərdi seçmə öz-özünə tozlanmada belə başa düşün ki, fərdi seçmə məsəl üçün öz-özünə tozlanan bitkilər üçün xarakterikdir. Deməli, bunlarda o qədər yaxşı əlamətlər olub ki, onu istəyirlər ki, öz-özünə tozlandırsın ki, başqası ilə, yəni çarpaz tozlandıranda onun əlaməti itməsin. Ona görə fərdi seçmə həmin belə deyək, arzu olunan əlamətləri möhkəmləndirir. Birincisi doğrudur. Bir dəqiqə. Birincisi doğrudur. Sonra ikincidə deyilir ki, homozigot genotipli fərdlərin sayını artırır. Bəli, fərdi seçmə əgər ki, öz-özünə tozlanan bitkilər üçün tətbiq edilirsə, öz-özünə olduğu üçün burada homozigotluq çox olacaqdır. Yəni heterozigot yoxdur axı, öz-özünədirsə burada necə heterozigot yaransın? Ona görə ikincidə doğru olacaqdır. Tozcuq dənəsi və rüşeym kisəsi ayrı-ayrı çiçəklərdə əmələ gələn bitkilərə tətbiq olunur. Burada nə demək istəyir? Burada onu demək istəyir ki, yəni bu çarpaz, yəni belə deyək də ayrı cinsiyyətdə olsun. Erkəkçik başqa bitkidə, dişicik başqa bitkidə olsun. Bu da çarpaz tozlansa. Xeyr. Çarpaz tozlanma kütləvi seçmə üçün xarakterikdir, fərdi seçmə üçün yox. Bu yanlışdır. Heterozigot genotipli fərdlərin sayını xeyr, səhvdir. Zaten homozigotun əksinədirsə, bu da səhv olacaqdır. Doğru cavab 1 və 2 A variantı. İkinci sual. Deməli, deyir ki, uyğunluğu müəyyən edin. Adi şamın sarımtıl yaşıl qozası erkək qozadır. Qarğıdalının süpürgə çiçək qrupu erkəkdir. Darının süpürgə çiçək qrupu isə iki cinsidir. Yəni, həm erkək də var burada, dişi də var burada. Gəlin, baxaq. Tozlanmada iştirak edir. Fərqi yoxdur. Hər biri tozlanmada iştirak edir. Erkək də, dişi də tozlandırda. Yəni, ikisi bir araya gələndə tozlanma prosesi baş verir. Birə aiddir A. Erkəkçik sapına malikdir. Erkəkçik sapına təbii ki də erkəkçiyin özü malik olar da, elə deyil ki. Sadəcə olaraq burada bir nüans var ki, erkəkcik, yəni axırında cik olanlar, belə deyim də, çılpaq toxumlarda yoxdur. Erkəkcik, dişicik çılpaq toxumlarda yoxdur. Bunlar yalnız örtül toxumlarda əmələ gəlmişdir. Ona görə də siz həmin o erkəkcik sapına malik olmasını 3-cüyə yazarsınız. 3-ə olacaqdır B variantı. Mayalanma prosesi getmir. Mayalanma erkəklərdə getməyəcək də. Ona görə də 2-yə də C variantı. Çiçək pulcuğu və çiçək pərdəsinə malikdir. Bu taxıllar fəsiləsinə aiddir. Çiçək pulcuğu və çiçək pərdəsinə malikdir. Buradan da qarğıdalı ilə darı taxıl olduğuna görə 3-ə də yazacağıq burada. Deməli, D. 1A, 2C. Y-də deyir ki, haploid və diploid xromosom yığımlı hüceyrələrə malikdir. Haploid və diploid xromosom yığımlı hüceyrələrə malikdir. Deməli, bu da hər üçünə aid olacaqdır. Çünki fərqi yoxdur. Məsələn, adi şamın sarımtıl yaşıl qozasıdır. Qoza zaten diploiddir. Onun sarımtıl yaşıl qozada əmələ gələn erkəkçikdir də, elə deyil. Yəni, erkək qozalarda. Orada əmələ gələn hüceyrələrdə haploid olacaqdır. Həmçinin digərlərində də eyni şəkildə. Deməli, 1-ə A-Y, 2-yə C, 3-ə də B, D doğru cavab olacaqdır. C variantı. Davam edək. Üçüncü sual. İnsanda hansı vəzi həm daxili, həm də xarici sekresiya funksiyasını yerinə yetirir? Demək olar ki, ən asan sual burada budur. O da olacaqdır. Mədə-altı vəzi idi, qalxana bənzər vəzi idi. Bunlar həm daxili, həm də xarici sekresiya vəziləridir. Digərləri hamısı, deməli, daxili sekresiya vəzilərinə aiddir. Davam edək. 4-cü sual. Uyğunluğu müəyyən edin. Ürək boşluğunda yalnız arterial qan keçir. Ürək boşluğunda həm venos, həm arterial qan keçir. Ürək boşluğundan keçən qan nə venos, nə də arterialdır. Deməli, ürək boşluğunda həm venos, həm də arterial qan keçən quşlara, bir də məməlilərə aiddir. Yəni A və D. 2-yə A ilə D. Ürək boşluğundan keçən qan nə venos, nə də arterial qandır. Burada biz bunu aid edəcəyik həşəratlara. Ürək boşluğundan yalnız arterial qan keçir. Bu da aiddir. Deməli, B ilbizə aiddir. Burada balığa heç birini aid eləməyəcək. Çünki balığın bədənindən yalnız və yalnız venos qan keçir. Ona görə 1-ə aiddir B, 2-yə aiddir A, D, 3-ə də aiddir C. Doğru cavab olacaqdır Y variantı. 5-ci sual.
Zəncirotu, quşəppəyi, xanımotu, mərci, tütün və quduzotu, eşəkqan qalı. Bu sırada hər bir bitkinin çiçək düsturunda olan struktur elementlərinin sayının cəminin ardıcıl dəyişməsinin qrafikini müəyyən edin. Aha, deməli, zəncirotu hansı fəsləyə aiddir? Zəncirotu mürəkkəb çiçəklərə aiddir. Onun çiçək düsturu K0, L5, Y5, D1-dir. Bu da toplayanda eləyir 11. Deməli, zəncirotunda 11. Bunu başqa rənglə yazaq, biraz fərqli olsun. Tamam, zəncirotunda 11. Sonra quşəppəyi. Quşəppəyi xaç çiçəklərə aiddir. K4, L4, Y4 isə gəlir ki, D1. Yəni yazaq K4, L4, Y4 isə gəlir 6, D-də 1-dir. Bu da eləyir 8. Deməli 14 və 15. Deməli 15 dənə bundadır struktur elementlərinin sayı. Xanımotu. Xanımotu badımcan çiçəklərə aiddir. K5, L5, Y5, D1-dir. 10, 11 olacaqdır. Daha doğrusu K5, L5, 15, üzr istəyirəm, 16 olacaq. Deməli, mərci. Mərci paxlalara aiddir. Bu çiçək düsturu K5, L5, Y10, D1, o da 21 edəcək. Tütün. Tütün də deməli badımcan çiçəklərə aiddir. Tütün tənbəki idi, bəli, badımcan çiçəklərə aiddir. Bu da eləyəcəkdir 16. Son olaraq quduzotu. Quduzotu aiddir, deməli, xaç çiçəklərə. Xaç çiçəklər də K4, L4 bayaq 8, deməli, 14, 15 eləyəcək. Eşək qanqalı da yenə, deməli, aiddir mürəkkəb çiçəklərə. O da eləyəcək 11. Baxın, fikir verin, əvvəl 11, 15, 16 arta gedir, 21. Sonra tezdən azalır. Birinci artır, sonra azalır. Deməli, olacaq doğru cavab B variantı. Sağlam insanın qanında adrenalinin miqdarının zamandan asılı olaraq dəyişməsi qrafiki verilmişdir. T1, T2 intervalında nə baş verə bilər? Baxaq. Deməli, T1, T2 intervalında deməli adrenalin azalmağa doğru gedir. Özünüz də görürsünüz ki, qan təzyiqi yüksəlir. Xeyr, adrenalin əksinə artanda qan təzyiqi yüksəlir də. İstər-istəməz, yəni adrenalinli insan necədir? Qan təzyiqi yüksək insandır. Ürəyin işi güclənər. Xeyr, adrenalinin azlısı sənin necə ürəyin işi güclənsin ki, daha da zəifləyir. Nəbz vurğularının sayı azalar. Bəli, adrenalinin azlısa nəbz vurğunun sayı da az olacaq. Glikozanın qanda, burada deməli, qan təzyiqi yüksələr. Bu səhv oldu. Ürəyin işi güclənər. Bu da səhv oldu. Avtomatik olaraq, yəni 1-2 olanları buradan atdıq. Elə cavab 3-4 olacaqdır. Niyə? Bunu düz götürdük. Bir də glikozanın qandakı miqdarı azalar. Bu niyə belə olur? Siz bilirsiniz ki, adrenalin glikogeni glikozaya çevirir. Təkrar edirəm. Adrenalin glikogeni glikozaya çevirir. Əgər adrenalin azalıbsa, glikogeni glikozaya çevirən bir şey də azalıb deməkdir də. Deməli, glikoza da azalıb. Çünki adrenalin azdır. Axı glikogeni necə çevirsin glikozaya? Ona görə də burada 3 ilə 4 doğru cavab olacaq B variantı. Davam edək. 7. Aha, deməli uyğunluğu müəyyən edin. Burada autosom. Birinci deməli yalnız autosom dominantdır. Yadınızda saxlayın. Marfan sindromu ilə bu, yəni belə necə deyim, izah ediləsi bir şey deyil də. Sadəcə olaraq kitabda da yazıb hansılar autosom dominantdır, hansılar autosom resessivdir, hansılar cinsi yolla keçəndir. Marfan sindromu və polidaktiliya autosom dominantdır. Sadəcə sizə yadda saxlamaq üçün belə bir şey deyə bilərəm ki, məsələn, tutaq ki, Marfan sindromunda daha çox necə deyim, Marfan sindromunda belə deyim də, Azərbaycan dilini bilən biri üçün tərkibindəki saitlər Marfan sözündə. Tərkibindəki saitlər qalın saitlərdir. Dominant sözündə də əksəriyyəti, yəni bir dənə i'ni çıxsaq, qalın saitlərdir, elə deyil. Yəni o şəkildə yadınızda saxlayın ki, deməli Marfan sindromu autosom və autosom sözünün özündə də qalın saitlərdir. Marfan sindromu autosom dominant keçir. Ona görə də 1-ə A-nı yaza bilərik, həmçinin D-ni yaza bilərik. Polidaktiliyanı düzdür, hamısı incədir. Bunu bayaqki qayda ilə yadınızda saxlaya bilməzsiniz. Hamısı deyəndə, yəni incə saitlər çoxdur orada. Bunu da belə yadınızda saxlayın ki, polidaktiliya çox barmaqlılıqdır. Yəni çoxlu olan bir şey nə ola bilər? Dominant olacaq da, elə deyil, özünü daha çox göstərməyə çalışacaq. Belə yadınızda saxlayın. Polidaktiliya çox barmaqlılıqsa dominant olacaq, resessiv ola bilməz. Çünki özünü biruzə verməyə çalışır. Çox barmaqlılıqdır. Yəni bu şəkildə yadınızda saxlayın. Ona görə də A ilə D-dir. Sonra deməli, aha, 1-ə A ilə D. Burada variantlar yaxşı düşməyib. A, B, C, D, Y.
B, C variantlarını zaten burada. Zaten bir dənə var, o da A variantı olacaqdır. Digər albinizm. Albinizm bəli, autosom resessiv şəklində keçir. Albinizm zaten incə sahətlər daha çoxdur və albinizm belə yadınıza saxlayın ki, yəni albinizm insan necə olur? Ağ olur, solğun olur, elə deyil. Yəni özünü sanki gizlədir, kiçikdir. Resessiv kimi yadınızda saxlayın onu da. Sonra elə A variantını qaralayaq burada. X xromosomu ilə ilişiklidir. Bu hemofiliyadır. Hemofiliya X xromosomu. Yəni hemofiliya deyəndə sanki Yunan tanrıları kimi gəlsin də, yəni ağzınıza. Orada gözəl qadınlar, məsələn Yunan tanrıları falan, yəni belə biraz qadın adına oxşuyur da. Bu şəkildə yadınızda saxlayın ki, X xromosomu ilə ilişiklidir hemofiliya. Ona görə də 3-ə C. Y xromosomu ilə ilişiklidir. O da yəni pulcuqlu dəri, istərsəniz biraz kişilərdə pulcuqlu dəri, necə deyim, yəni kişiləri yadınızda saxlayıb o şəkildə də onu dərk eləyin ki, Y xromosomu ilə pulcuqlu dəri ötürülə bilər. Ona görə də A variantı olacaq. Davam eləyək. Hansı yeraltı şəkil dəyişmələrdə təpə və yan tumurcuqları ola bilər? Yadınızda saxlayın. Kökün şəkil dəyişmələrində, yəni kökdə ümumiyyətcə təpə və yan tumurcuqları olmur. Təpə və yan tumurcuqları, yan yəni qoltuq tumurcuq. Ancaq gövdə şəkil dəyişmələrinə gövdəyə aiddir. Bax, burada bu birincidir. Birincidir, ikincidir, üçüncüdür. Bunların hər biri gövdə şəkil dəyişməsidir. Amma dördüncü isə Georgindir. Yəni, kökün şəkil dəyişməsi olan kök yumrularına aiddir. Bunda təpə və yan tumurcuq olmayacaqdır. Digərlərində ola bilər soruşduğuna görə 1, 2, 3 doğru cavabımız olacaqdır. C variantı, bəli. Davam eləyək. Deməli, 9-cu sualda deyilir ki, bitki toxumunun hansı hissəsi və ya hissələri ziqotdan əmələ gəlməmişdir? Baxın, burada şəkildə yaxşı düşməyib. 2, 3, bir saniyə bu şəklə mən yaxşı baxım. Aha, deməli, bura 1-dir. 2, 1, 2, bəli, 1, 2, 3, 4, 5 bu şəkildə. Deməli, burada 1 ilə göstərilən ruşeym tumurcuğudur. Tumurcuq. Bax, adı üstündə ruşeym tumurcuğudur. 2 ilə göstərilən ruşeym gövdəciyidir. Şəkil yaxşı göstərilmir uşaqlar. Əgər özünüzdə şəkli biraz tam düşən varsa, orada o şəkilə baxarsınız. Deməli, ikincidə hansıdır? Ruşeym gövdəciyidir. Ruşeym gövdəciyi. Yaxşı yazamıram, yəni belə özünüz qeyd eləyərsiniz. Üçüncüsü isə ruşeym kökcüyüdür. 4 ləpə yarpağıdır. 5 isə toxum qabığıdır. Baxın, burada toxum qabığı və ləpə yarpağı elə ana bitkinin, yəni özündə olan bir şeydir. Yəni ziqotdan əmələ gəlməmişdir deyir. Ziqot nə əmələ gətirir? Ruşeym əmələ gətirir də, elə deyil. Burada adında ruşeym olan hər bir şey ziqotdan əmələ gəlir. Ruşeym tumurcuğu, ruşeym gövdəciyi, ruşeym kökcüyü, bunlar hamısı əmələ gəlib. Əmələ gəlməyən isə demək burada hansılar idi? 1-i, sonra 2-ni, sonra 3'ü atırsınız. Yalnız burada 5'dir ki 4 zaten verilməyibdir. Toxum qabığı ana bitkinin özünə aid olan bir şeydir. Toxum qabığı zaten ana bitkinin özündə var. Yəni bunun nədənsə mayalanıb əmələ gəlməsinə ehtiyac yoxdur. Ona görə də doğru cavab olacaq B variantı da, daha doğrusu D variantı. Aha. Davam eləyək. Yaşıl quş mamrunun çoxalmasını əks etdirən sxemdə göstərilən bütün hüceyrələrin xromosom yığımlarının cəmi nəyə bərabərdir? Tamam. Deməli, bu nədir? Spor, yəqin ki spordur. Spor N xromosom dəstinə malikdir. Spordan protonema yaranır. Spordan protonema yaranırsa, deməli protonema da N olacaq. Əgər ki protonemadan erkək gametofit hüceyrə yaranırsa, bu da N olacaq. Dişi gametofit yaranırsa, yenə N olacaq, fərqi yoxdur. Spermatozoid də N olacaq, yumurta hüceyrə də N olacaq, amma zigot artıq birləşdiyinə görə 2N olacaq. Zigotdan qutucuq divarının hüceyrəsi əmələ gəldiyinə görə o da 2N olacaqdır. Bunların da ümumi cəmi, deməli 3N, 4N, 6N, 7, 8, 10N olacaq. Doğru cavab C variantı. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Kükürt bakteriyaları və bir də bizə burada nə verilib? Qırmızı bakteriyalar verilibdir. Deməli, kükürt bakteriyaları xemotrof bakteriyalardır. Xemotrof. Qırmızı bakteriyalar isə fototrof bakteriyalardır. Fototrof bakteriyalardır. Kükürt bakteriyalarının reaksiyası belədir. H2S üstə gəlinsin oksigen, H2O plus kükürt, kükürt ayrılır və plus enerji də ayrılır. Qırmızı bakteriyaların reaksiyası isə, deməli yazaq bura, CO2 plus H2S, H2S-dən istifadə edilir.
Burada C6, H12, O6 glikoz ayrılır, plus su ayrılır, plus da kükürt ayrılır. İndi baxaq görək nə deyirlər. Aha, bura yəqin birincidir. Aha. Protozit canlılar olsa da oksigen qazı sintez etmirlər. Baxın, heç biri oksigen qazı sintez etmir. Kükürt bakteriyası, burada oksigen gördünüz, xeyr, su ilə kükürt gördünüz. Və ya qırmızı bakteriya, oksigen gördünüz, burada xeyr. Qeyd edim ki, bu reaksiya deməli qırmızı bakteriyaların reaksiyası 10-cu sinifdə var. Ora açsaz baxarsınız. Üzvü maddə istehsalçıları olmalıydı. Baxarsınız ora, orada olmalıdır. Protozit canlılar olsa da oksigen qazı sintez etmirlər. Heç bir oksigen qazı sintez etmir. 3'e aittir 1. Tamam, 3'e aittir 1. Deməli, fəaliyyəti nəticəsində kükürt əmələ gəlir. Hər ikisi kükürt əmələ gətirir. Bax, bu da kükürt əmələ gətirdi, bu da kükürt əmələ gətirdi. Ona görə fəaliyyəti nəticəsində kükürt əmələ gəlir hər ikisinə. Yenə 2 də hər ikisinə uyğundur. Sonra deyir ki, fotosintez edici pigmentə malikdir. Fotosintez edici pigmentə malik əlbəttə ki, fototrof bakteriya olacaq da, elə deyil. Burada fototrof hansıdır? Qırmızı bakteriyadır. Ona görə də fotosintez pigmentə malik olan qırmızı bakteriya olacaqdır. 2-yə aid olacaqdır 3. Qeyri-üzvü maddələrdən üzvü maddələri sintez üçün kimyəvi reaksiyaların enerjisindən istifadə edən xemotrofdur. Günəş enerjisindən istifadə edənlər fototrofdur. Kimyəvi reaksiyaların enerjisindən istifadə edən xemotroflardır. Ona görə də 1-ə də aid olacaqdır 4. Zaten burada doğru cavab olacaqdır. C variantı hansı qaldı? Baxaq. Xlorofil sərbəst formada sitoplazmada yerləşir. Xlorofil olan nə olacaq? Fototrof bakteriyalar olacaq da. Ona görə də 3-ə də həmçinin 5 aid, daha doğrusu 2-ə də həmçinin 5 aid olacaqdır. Doğru cavab C variantı. Davam edək. Deyir ki, DNT molekulunda ölçüsü guaninin ölçüsünə bərabər olan azot əsası olmasaydı, üzünün köçürməsi prosesində neçə növ azot əsası iştirak edər? Əslində, belə baxanda çox asan bir sualdır. Sadəcə bir çoxları burada diqqətsizlik edir. Niyə? Söhbət DNT molekulundan gedir. Ona görə də belə deyəndə həmişə 2 dənə xətti çəkin. Yəni, həmin molekulu göstərmək üçün. Deyir ki, ölçüsü guaninin ölçüsünə bərabər olan azot əsası nədir? Adenindir. Adenin olmasaydı, onda transkripsiyada neçə növ azot? Əgər ki, adenin yoxdursa, deməli timin də yoxdur. Çünki əgər molekulunda bu tərəfdə adenin yoxdursa, timin nə tər olsun ki? Bunun qabağında olan yoxdursa, timinin özü necə olsun ki? Elə deyil. Deməli, əslində burada təkcə adenin yox, timin də yox imiş. Sadəcə burada olanlar sitozin olacaq, bir də guanin olacaqdır. Üzünün köçürülməsi prosesi neçə növ azot əsası? 2 növ. Sitozinli, guanin, yəni bunlar 2 növ. B variantı. Eyler-Venn diaqramına əsasən uyğunluğu müəyyən edin. Coğrafi növ əmələ gəlmə və ekoloji növ əmələ gəlmə. Bu əslində yəni izah ediləsi bir şey deyil uşaqlar. Əgər ki səhv yazmısınızsa və ya yadınızdan çıxıbsa, bunu həmin kitabın həmin yerinə açırsınız, 9-cu sinifdədir, oxuyursunuz və onda hər şey yadınıza düşür və doğru yazırsınız, amma yenə də gəlməz sizə bunu deyim. Deməli, coğrafi divergensiya baş verir. Divergensiya əlamətlərin ayrılmasıdır. Hər birində yeni növlər əmələ gəlir, yəni ayrılır. Ona görə də bunu hər birini aid edə bilərik. Areal dəyişmir. Areal ekoloji növ əmələ gəlmədə dəyişmir. Elə arealın öz daxilində qalır da sadəcə onun içərisində müəyyən dəyişikliklər baş verirdi. Ona görə də 2 aiddir ki, Daur qaraşam növü yaranmışdır. Coğrafi növ əmələ gəlmə. Arıquşunun 5 növü ekoloji növ əmələ gəlmə. Populyasiyanın gen ümumi populyasiya. Deməli, burada 3-ə əgər 1, 2-yə 2 ilə 4-ü, deməli, burada populyasiyanın növ tərkibinin dəyişməsi əslində hər ikisində populyasiyanın gen tərkibi dəyişir. Çünki burada yeni növlər yaranır və dəyişiklik baş verir. Ona görə də biz burada 5-i hər ikisinə yazacağıq. İnci çiçəyinin növləri yaranmışdır. İnci çiçəyi bu da coğrafi növ əmələ gəlmə nəticəsində yaranmışdır. Deməli 1-ə 3 6, 1-ə 3 6, 3-ə 1 5, 2-yə də 2 4 olacaq A variantı. Sonra bu neçənci idi? 13. 14-cü suala baxaq. Şəkildəki bağırsaq boşluqlar tipinə aid canlının həyat dövranı əks olunmuşdur. Doğru mülahizəni müəyyən edin. Gəlin baxaq. Deyir ki, postembrional inkişafı düzünədir. Xeyri, düzünə deyil. Çünki bunun sürfəsi var, planula var. Sürfə olduğuna görə düzünə ola bilməz. Dolayıdır, bu səhvdir. Hermafrodit olan 2 fərq. Xeyr, hermafrodit deyil, ayrı cinsiyyətlidir. Bu necə olur? Belə hermafroditlik olur. Yəni biri dişidir, biri erkəkdir, ayrı cinsiyyətlidir. Deyir ki, 1-4-5 diploid hüceyrələrdən təşkil olunmuşdur. 1 diploid deyil. 1 nədir? Spermatozoiddir. Spermatozoid haploiddir. Tamam, okey. 4 ilə 5 ola bilər, amma 1 ola bilməz. Ona görə də B də səhvdir, C də səhvdir burada. 1-2-1 hüceyrədən ibarətdir. 1 nədir? Spermatozoiddir. 2 nədir? 2 hardadır? 2 yəqin yumurta hüceyrə. Burada yumurta hüceyrə göstərilibdir.
Prosta şəkil heç yaxşı düşməyibdir. Yumurta hüceyrə göstərilibdir. Ona görə də bir hüceyrədən ibarətdir. Bəli, həm spermatozoid, həm də yumurta hüceyrə bir hüceyrədən ibarətdir. Ona görə bu doğrudur. Elə doğru cavab D variantı olacaq. 3 və 5 bilavasitə planuladan əmələ gəlir. 3 və 5. Xeyr, bu səhvdir. 5 bəli, ola bilər, amma 3 planuladan əmələ gəlmir. Planula özü 3-dən əmələ gəlir. Ona görə də D variantı doğru olacaq. Şəkilə əsasən ön ətrafların qurşaq hissəsinə aid olan sümükləri müəyyən edin. Şəkildə bizə nə göstərilib? Quş göstərilib. Quşun ön ətraf qurşaqlarına nə aiddir? 2 qarğa sümüyü, 2 kürək sümüyü, 2 körpücük sümüyü. Ona görə də baxın, şəkillərə mütləq baxın ki, hansı harda yerləşir. Burada 3 ilə göstərilən, deməli, körpücük sümüyüdür ki, öndə birləşib çəngəl əmələ gətirirlər. Deməli, biri 3-dür. 2 ilə göstərilən qarğa sümüyüdür. Bu sümük qarğa sümüyüdür. 5 ilə göstərilən də kürək sümüyüdür. 2, 3, 5. A variantı. Pankreatit xəstəliyi zamanı, baxın, burada da izah ediləsi bir şey yoxdur. Əgər yadınızdan çıxıbsa, həmin o maddələr 10-cu sinifdə, yəni özünüz də bilirsiniz ki, pankreatit xəstəliyi haqqında orada məlumat verilibdir. Yenə də mən bunu sizə deyəcəm, izah eləyəcəm. Yəni oranı oxuyarsınız, əgər səhv yazmısınızsa və ya yadınızdan çıxıbsa. Mədalatı vəznin xarici sekretor funksiyası pozulur. Bəli, bu düzdür. Xarici sekretor funksiyası pozulur. Mədalatı vəzni ifraz etdiyi amilaza miqdarı artır. Xeyr, amilaza miqdarı azalır. Kitabda da yazılıbdır bu olduğu kimi. 2 səhvdir burada. Ona görə avtomatik olaraq ataq. Bir doğrudur. Bağırsaq möhtəviyyatı tur. Bəli, orada qıcqırma prosesi baş verir. Ona görə də bağırsaq möhtəviyyatı turş reaksiyalı olur. 3 də doğrudur burada. Sonra yalnız karbohidratların həzmi pozulur. Bu yanlışdır. Elə kitabda da düpədüz o cümlə yazılıb ki, yalnız karbohidratların həzmi pozulmur. Həm karbohidrat, həm zülal, həm də yağ həzmi pozulur. Ona görə 4 səhv, amma 5 doğrudur. Doğru cavab 1, 3, 5 olacaqdır. Əksər hallarda mədə şirəsinin pepsin miqdarıdır. Xeyr, bu da ümumiyyətcə pankreatit xəstəliyinə aid deyil. İnsanın duyğu orqanlarının xəstəliyi deyil. Rinit, bəli, burunun xəstəliyidir. Burunun iltihablaşması nəticəsində əmələ gəlir. Enterobioz isə uşaq biz quyruğu, yəni qurtların yaratdığı tenyarinxozdur, enterobiozdur, qurtların yaratdığı xəstəlikdir. Burada deyil soruşur bizdən. Hə. Deməli, burada olmayanlar hansıdır? Biri 2-dir, biri 3-dür. Çünki qurtlar yaradır. Siroz qaraciyərin xəstəliyidir. Bu da duyğu orqanı olmadığına görə bu da deyil. 2, 3, 4 doğru cavab olacaq. Y variantı. Katarakt gözün bilurun bulanması nəticəsində olur. Göz də duyğu orqanı olduğuna görə bunu təbii ki, duyğu orqanı xəstəliyidir. Otoskleroz isə qulağın xəstəliyidir. Ona görə Y variantı. Sonra 18-də yetkin X orqanizmini müəyyən edin. Tamam. Burada nəyə diqqət edirik? Bığcıqları var, xitini var. Amma burada bunlar minusdur, bu da minusdur. Burada bığcıqla xitin var, amma qanda karbon qazı ilə borulu sinir sistemi yoxdur. Baxın, qanda karbon qazının olmaması o deməkdir ki, yəni bu hansı canlıdırsa və ya canlılardırsa, qanı tənəffüsdə iştirak etmir. Yəni qanı qazlar mübadiləsində iştirak etmir. Yalnız maddələrin daşınmasına iştirak edir. Bu da nəyə aid idi? Həşəratlara aid idi. Zaten siz birinci buradan xaçlı hörümçəyə çıxırsınız. Çünki xaçlı hörümçəyin bığcığı yoxdur. Yəni X o ola bilməz. Çünki bığcığa plus qoyub. Çay xərçəngi ola bilərmi? Xitinə görə və bığcığa görə ola bilər. Amma qanda karbon qazı daşımıra minus qoya bilməzsən çay xərçənginə. Çünki onun qanı daşıyır, tənəffüsdə iştirak edir. Ona görə biri də atırsan. Yengəc də eyni şəkildə atırsan. 3 ilə 4 may böcəyi və kəpənək. Hər ikisi həşəratdır və hamısını öldürür. Ona görə də 3 ilə 4 olacaq D variantı. 19. İnsan orqanizmində əzələ toxumasının növləri üçün uyğunluğu müəyyən edin. Birincisi saya əzələdir. Saya əzələ. Ona görə şəkilə baxmalısınız ki, avtomatik baxan kimi biləsiniz. İkincisi isə enə zolaqlı əzələdir. İşıq qeyri-iradidir. İşıq qeyri-iradidir. Yəni bizdən asılı deyil də. Bu nə olacaqdır? Saya əzələ olacaqdır. Yəni 1-ə olacaqdır A. Sonra yığılma və boşalma qabiliyyətinə, hər ikisi yığılma boşalma qabiliyyətinə aiddir. 2-yə aiddir B. Udlaq və qırtlaq əzələləri bu toxu. Udlaq və qırtlaq enozolaqlı əzələdən ibarətdir. Çünki əgər o saya əzələdən ibarət olsaydı, biz istədiyimiz vaxt yeməyi uda bilməzdik. Yəni yaxşı qidalana bilməzdik yəni. Mezoderma mənşəlidir. Mezoderma mənşəlidir bunların hər üçü. Ona görə də 2-yə B-dir. İşi avtonom sinir sistemi ilə, bəli, bu da olacaq saya əzələ avtonom. Avtonomdur da, yəni öz-özünə olur. 1A-Y, 2B-D, 3C. B variantı olacaq. Doğru cavab. Davam eləyək. 20. Çoban yastığının bal arısı tərəfindən tozlandırılması canlılar arasında münasibətlərdən hansına aid? Deməli, çoban yastığı bal arısı tərəfindən tozlananda çoban yastığının tozlandırılması həyata keçirilir. Bu da onun üçün xeyirdir. Bal arısı da çoban yastığının tozları ilə, tozcuqları ilə qidalanır. Bu da bal arısına xeyirdir. Yəni burada həm çoban yastığı, həm də ki bal arısı
Yəni əgər hər ikisi xeyir qazanırsa, bu nədir? Mutualizm olacaqdır. Yəni hər ikisi mutludur. Ona görə də C variantı. Cinsi çoxalmada əmələ gələn hansı canlının genotipi yalnız ana fərdin qametinin genotipi ilə eyni olar? Bu nə demək istəyir? Yəni orada ata fərd iştirak etməsin. Hər şey ana fərddən ibarət olsun. Yəni tamamilə ana fərddən yaransın. Partogenez çoxalma var idi. Burada erkək fərd iştirak eləmirdi. Yalnız ana fərd iştirak eləyirdi. O da aid idi erkək bal arısı. Burada yalnız ana fərd iştirak edir və erkək bal arısını yaradır. Ona görə də ancaq onun genotipini daşıyacaq. 22. Hansı müdiaları normal inkişaf edən 6 aylıq qız uşağına aid etmək olar? 6 aylıq qız uşağı. Deməli, burada deyir ki, yumurtalıqlarında yetişməmiş yumurta hüceyrələr olur. Bəli, bu doğrudur. İnkişafının post-embrional dövrü embrional dövründən uzundur. Xeyr, bu səhvdir. Çünki hələ bu 6 ay, embrional dövr 9 ay davam edir də, elə deyil. Hələ bu doğulmamış. Amma 6 aylıq qız uşağı, yəni demək istəyir ki, bu doğulubdu, 6 aylıqdır da, hələ 1 yaşı olmayıb, yəni 6 aylıqdır. Embrional dövrü 9 aydırsa, inkişafının post-embrional dövrü hələ 6 aydır. Yəni hələ doğulduqdan sonra 6 ay post-embrional dövrüdür. Bu yanlışdır. Embrional dövrü hələ çox olub. Düz deyək, sonra 1 yaşınıza da çatanda embrional dövrü çox olacaq, post-embrionalda embriondan çox olacaq. Amma hələ ki deyil. Ona görə 3 səhvdir burada. Süd dişləri çıxmağa başlayır. Bəli, bu düzdür. Çünki 6-7 aylıqdan artıq süd dişləri çıxmağa başlayır. 1 ilə 3. Böyük ağzı dişləri çıxmağa başlayır. Xeyr, bu səhvdir. Qarışıq sekresiya vəzlərinə malikdir. Düzdür. Yasli dövrünü keçirir. Xeyr, yasli dövrü ilk 1 ay yasli dövrü idi. Sonra artıq, yəni burada südəmər dövrüdür. 6 aylığında yasli dövrünü keçirir. Yanlışdır. Ona görə burada hansılar aid etmək olar? 1 oldu, 3 oldu. 1, 3, başqa nə idi? Və 5. 1, 3, 5 olacaqdır A variantı. Burada bir şey var ki, 6 aylıq qız uşağı dedikdə, burada yəni doğulmamış da ola bilərdi, amma artıq yəni doğulmuş kimi nəzərə alırıq burada. Ona görə də 1, 3, 5. 23-cü sual. Verilən canlıya aid doğru mülahizələri müəyyən edin. Qurbağa sualı Dimin ən sevdiyi suallardan biridir demək olar. Yəni, hər dəfə salır bunu. Deyir ki, ürək boşluğunda 2 növ qanın olması yazıb yəqin ki, ürək boşluğunda 2 növ doğru mülahizəni istəyir. Bəli, ürək boşluğunda 2 növ qan var. Xeyr, bu səhvdir. Ürək boşluğunda həm arterial, venoz və qarışıq qan var. Bir səhvdir. Döş sümüyünün gövdə skeletinə aid olmur. Düzdür. Bunların döş sümüyü yuxarı ətraf qurşaq hissələrinə aiddir. Gövdə sümüyünə aid deyildir. Ona görə də 2 düzdür. Çünki aid olmaması deyir. Bu sözlərə fikir verin. Bədən temperaturunun xarici mühit temperaturundan asılı olmaması səhvdir, asılıdır. Uzun borlu sümüklərin postembrional dövrdə əmələ gəlməsi. Bəli, bu düzdür. Postembrional dövrdə əmələ gəlir. Postembrional dövrdə hiss orqanlarının müxtəliflik sayının azalması. Bəli, bu düzdür. Embrional dövrdə daha çox hiss orqanları olur. Yəni balıqlarda məsələn yan xətt orqanları olur, digər hiss orqanları çox olur. Amma artıq məsəl üçün inkişaf etdikcə yan xətt orqanı olmur bunda. Ona görə də azalır. 5-i də götürə bilərik. Ontogenezində bir növ tənəffüs orqanı. Xeyr, səhvdir. Bu həm dəri tənəffüsü, həm ağciyərlərlə tənəffüs edir. Yəni bir növ deyil bunda. Ona görə də 2, 4, 5. 24. Şəkildəki yosun üçün doğru mülahizələri müəyyən edin. Xlamidamana da yosun göstərilib. Ontogenezində həm haploid, həm də diploid xromosom dəstinə malik hüceyrələr yaranır. Bəli, bu doğrudur. Yalnız cinsi yolla çoxalır. Xeyr, həm cinsi, həm qeyri-cinsi yolla çoxalır. Zigotu mitoz yolla bölünür. Xeyr, meyoz yolla bölünür. Zigotu meyoz yolla bölünür. Bəli. Hazır üzüm maddələrlə qidalana bilər. Bəli, bəzən xlamidamana da heterotrof yolla da qidalana bilir. 1, 4, 5. 25. Hansı çevrilmə prosesləri insanın bədənində gedə bilər? Exnikokun həyat dövranı. Tamam. Exnikokun əsas sahibi yırtıcı heyvanlardır. Biz onun aralıq sahibiyik. Aralıq sahibin bədənində biz dedik ki, qurtlar aralıq sahibin bədənində yetkin mərhələdə ola bilməzlər. Ona görə də burada yetkin fərdlə əlaqəli olan bütün mərhələləri çıxırıq. Bax, birinci mərhələni çıxırıq. Çünki yetkin fərdin bədənində yumurta qoyur. Amma biz onun yetkin fərdi deyilik biz insan olaraq. Ona görə bunu çıxırsan. Amma sürfə mərhələsi, ikinci mərhələ bəli insan bədənində gedir. Bir də 6 qarmaqlı sürfədən finan əmələ gəlməsini, bəli, insan bədəni. Amma finanın tezdən yetkin fərdə yoluxması, yetkin fərd biz olmadığımıza görə bu bizim bədənimizdə də gedə bilməz. Ona görə burada olacaqdır 2 və 3.
Aha, 26-cı sual. 26-cı sual maraqlı sualdır. Deməli, DNT molekulunda deyir ki, azot əsaslarının əmələ gətirdiyi rabitələrin sayı 4400-dür. Hidrogen rabitələrinin ümumi sayısı 2400-dür. Pentozaların əmələ gətirdiyi rabitələrin sayı. Baxın, gəlin ilk öncə bir nukleotidin quruluşunu çəkək. Tutaq ki, bu olsun azot əsası rabitə. Bu olsun pentozası. Bu da olsun ortofosfat turşu qalığı. Bu bir nukleotidimizin quruluşudur. Azot əsaslarının əmələ gətirdiyi rabitələrin sayı 4400-dür. Bax, azot əsasları hansı rabitə əmələ gətirir? Həm hidrogen rabitəsi əmələ gətirirlər, həm də azot əsası burada nə ilə birləşir? Bunu bu şəkildə çəkin, bir saniyə gözləyin, yanaq ki. Belə çəkək. Bu tutaq ki, azot əsası olsun, bu pentoz olsun, bu da ortofosfat turşu qalığı olsun. Azot əsasları hansı rabitə əmələ gətirir? Bax, bu rabitədir də, elə deyil. Bir, bu rabitəni əmələ gətirəcək pentoza ilə birləşmək üçün. Bir də qabaqda hansı azot əsasıdırsa, özünə komplementar digər bir azot əsası ilə rabitə əmələ gətirəcəkdir. Ona görə də bir də buradan əmələ gətirəcək. Yəni, hidrogen rabitəsi əmələ gətirəcək. Deməli, buradan belə bir nəticə çıxır ki, azot əsaslarının əmələ gətirdiyi rabitələrin sayı bir glikozit rabitəsidir. Bax, bu rabitəyə əslində glikozit rabitəsi deyirlər. X yazaq. Bir də ki, hidrogen rabitəsinin cəmi, yəni glikozit rabitə ilə, yəni buradakı rabitə ilə, buradakı hidrogen rabitələrinin cəmi bizə ümumi azot əsaslarının əmələ gətirdiyi rabitələri verəcək. Hidrogen rabitəsinin sayını özü veribdir 2400. Bərabərdir 4400-ə. 4400-dən 2400 çıxanda, deməli, burada x bərabərdir nəyə? 2000-ə. Deməli, biz bu rabitənin sayını tapdıq ki, 2000 imiş. Əgər ki, 4400-ün 2400-ü hidrogendirsə, yerdə qalanda nə olacaq? Buradakı rabitə olacaq da, adı glikozit rabitə. Deməli, bu qədər nə var? 2000 dənə belə rabitə var. İndi fikir versəz, bir dənə nukleotiddə, bir dənə belə rabitə varsa, bir dənə. Çünki bizə azot əsasılar, bunu saymayın. Bəs deyə bilərsiniz ki, bəs bu nədir? Bu bizə aid deyil. Çünki söhbət azot əsasından gedir. Bir dənə nukleotiddə, bir dənə belə rabitə varsa, 2000 dənə rabitə də 2000 dənə nukleotiddə olacaq. Yəni biz burada avtomatik olaraq nukleotid sayını tapdıq ki, nəyə bərabərdir? 2000-ə bərabərdir. 2000 dənə deməli, rabitə 2000 dənə də nukleotid deməkdir. İndi gəl buraları silək. Deməli, gərək şəkli silməzdik, eyb yox, birə çəkərik. Deməli, nukleotidlərimizin sayı nəyə bərabərdir? 2000-ə bərabərdir. İndi gəlin bu x-a, bütün fikrimizi bu x-a cəmləyək. Deyir ki, pentozaların əmələ gətirdiyi rabitələrin sayı, yenə də onu çəkək. Mən onu səhv elədim, sildim. Eyb yox. Gəlin. Deməli, yenə həmin şəkli çəkək. Bu azot əsasımız. Bax, bu pentozamız. Artıq söhbət bu pentozadan gedir. Pentoza və pentozadan gedir. Burada ortofosfat turşu qalığıdır. İndi deyir ki, pentozaların əmələ gətirdiyi rabitələrin sayı. Baxın, yadınızda saxlayın. Pentozalar. Bunu yanaki çəksəm bəlkə daha yaxşı başa düşərsiniz. Bir də gözləyin indi siz. Deməli, bu şəkildə. Belə yanaki çəkdim ki, baxın, pentoza budur. Söhbət bundan gedir. İndi biz burada pentozaların əmələ gətirdiyi rabitələrin sayını tapmalıyıq. Yadınızda saxlayın. Pentozalar əgər ki, başda olarsa bu nukleotid, başda olarsa bu zaman 2 dənə rabitə əmələ gətirəcək. Biri ortofosfat turşu qalığı ilə, bax, pentozu budur. Biri Yəni, bunu sizə tam dərin başa salmağa çalışıram. Bilmirəm, nə dərəcədə başa düşə bilirsiniz və ya nə dərəcədə başa sala bilirəm. Yəni, mütləq başa salmalıyım bunu sizə. Deməli, söhbət bundan gedir. Bu pentoza bir dənə rabitəni ortofosfat turşu qalığı ilə əmələ gətirir. Bir də aşağıdan başqa bir nukleotidlə birləşmək üçün daha bir rabitə əmələ gətirir. Əgər başda olarsa, təpədə və ya axırda yerləşərsə bu proses baş verir. Amma ortada olanlar isə 3 dənə rabitə əmələ gətirir. Çünki sən bunu ortaya qoysan bu şəkildə.
Sən əgər bunu bu şəkildə ortaya qoysan, bu həm buradan əmələ gətirəcək, həm aşağıdan əmələ gətirəcək, həm də yuxarıdakı ilə birləşməlidir. Çünki ortada necə sərbəst qalsın ki, onların ikisi ilə də birləşməlidir. Amma qıraqda olan 2 dənəsi 2 dənə rabitə əmələ gətirir. İndi biz burada nə edəcəyik? Deməli, 2000 dənə nukleotidimiz var, elə deyil. 2000 dənə nukleotiddən başda olan 2 dənəsini çıxacağıq. Deməli, 2 dənəsini çıxacağıq. 2000 çıxılsın 2. 1998. 1998-i ortada yerləşəni tapdıq. Biz 2000-dən, yəni ümumi nukleotiddən başda olan 2 dənəsini çıxanda ortadakiləri tapdıq ki, 1998-dir. Ortadakilər ümumi neçə dənə rabitə əmələ gətirir? Ortadakilər 3 dənə rabitə əmələ gətirir. Ona görə də 1998-i 3-ə vuracaqsınız. Eləyəcək burada nə? 5994. 5994. Deməli 5994 biri üstə gəlinsin. Yerdə qalan 2 dənəsi də axı başda qaldı, biri başda, biri axırda qaldı. Bu 2 olar idi da. Onu da 2-yə vursunuz. Çünki onlar başda ilə axırdakı 2 dənə əmələ gətirir. 2-ni də 2-yə vursunuz, nə eləyir? 4. Bunun da üzərinə 4 gəlirsiniz. 5998 edəcəkdir cavab. Ümid edirəm ki, başa düşdünüz. Başa düşmədisə hər hansı bir yeri şərhlərdə yazarsınız. Yenidən yəni izah edəcəm mən bunu sizə. 27-yə baxaq indi. Uyğunluğu müəyyən edin. Deməli, fotosintez edici pigmentin əmələ gəldiyi era. Xemosintezdir, fotosintezci bakteriyalardır. Bunlar arxedə əmələ gəlmişdi. Yəni burada da izah eləsi bir şey yox deyə dostlar. Yəni xronoloji cədvəli açırsınız, oxuyursunuz, oradan yadınıza gətirirsiniz. Bura deməli biri aiddir B variantı. İlk dəfə toxumla çoxalan bitkilərin əmələ gəldiyi dövr Devon dövrüdür. Era isə Paleozoerasdır. Ona görə C variantı bəli düzdür. Bitkilərdə bir toxumun əmələ gəlməsinə ilk dəfə 2 spermin iştirak edir. Yəni burada demək istəyir ki, örtülü toxumlu bitkilər əmələ gəlmişdir. Bu da Mezozoy erasına aiddir. İndi gəldik situasiyaya. Deməli, ilk hamiləliyi olan sağlam qadının şəkildə göstərilən orqanlar sistemini ultrasəs müayinəsi zamanı həkim müayinə etdi. Əkizlər əmələ gəlibdir. Əkizlərin sayı 3-dür. Növü bir yumurta əkizidir və cinsi oğlandırsa, deməli bir yumurta əkizləri hamısı oğlan olacaqdır. 3 dənədirsə 3-ü də oğlandır. Hamiləlik müddəti də 5 aydır. Gəlin 28-ci suala baxaq. Deyir ki, burada əkizlərin ontogenezinin hansı orqanda başladığını şəkildəki hərflərdən istifadə. Ontogenez harda başlayır? Ontogenez nədir? Mayalanma anından ölənə qədər olan inkişaf dövriyyəsidir. Mayalama harda başlayır? Bax C-də yumurta borularında mayalama başlayır. Ona görə də deməli 1-ə aiddir hansı C-də uje mayalama prosesi başlayıb. Ona görə 1-ə C-ni əlavə edirsiniz. Sonra deyir ki, həmin orqanı sinirləndirən simpatik sinirlərin baş və ya onurğa beyninin hansı şöbəsindən başlanğıc aldığını yazın. Simpatik sinirlər onurğa beyninin bel şöbəsindən başlanğıc götürür. Simpatik sinirlərin onurğa beyninin bel şöbəsindən başlanğıc götürəcək. 2-yə də onurğa beyninin bel şöbəsi. Belə yazarsınız. 29. Cavab vərəqindəki cədvəli tamamlayın. Əsl cədvəl cavab vərəqində verilmişdi. Onu da belə deyim də yadımda qalan qədər sizə deyim. Orada deyəsən müvəqqəti daxili sekresiya vəzləri soruşurdu. Orada sarı cisim bir də cift olmalıydı. Hərəsinin sayı sarı cisimdə bir dənə idi, cift də bir dənə idi. Bir də sarı cisim başlanğıc dövrdə də, Rüşeym dövründə də, döl dövründə də olur. Yəni 3 ayında ifraz olunur. 5 ayın 3 ayı bu sarı cisim ifraz olunur. Cift isə yalnız döl dövründə olur. Yəni 2 ayında ifraz olunur. 5 ayın yəni 2 ayında ifraz olunur cift. Sonra 30-cu sual. 30-cu sual əslində çox yəni müzakirəli suallardan biri oldu. Əslində yəni bu suala mən özüm də tərəddüdlə yanaşıram. Sadəcə olaraq maksimum dərəcədə məntiq çıxarmağa çalışdım ki, yəni niyə orada blastomer sayı, əkiz sayı, yəni niyə 2 götürsün, niyə 1 yox da 2 götürsün? İndi öz düşüncəmi deyim ki, sizə izah edəcəm. Zaten dim də 2 yazıb. Bəlkə də deyirəm, yəni onun üçün bu şəkildə yazıb. İndi öz izahımı sizə deyəcəm. Siz də oradan bir məntiqli nəticə çıxararsınız, ümid edirəm ki. Deməli, bu əkizlərin minimum neçəsi blastomerin bölünməsi nəticəsinə əmələ gəlmişdir? Minimum neçə blastomerin əmələ gəlməsi nəticəsinə? Deməli, yazaq. Tutaq ki, bir dənə zigot, bu zigotumuz olsun. Zigot bölünür, 2 dənə blastomer əmələ gətirir. Bunun rəngi hanı? Zigot bölünəcək, 2 dənə blastomer əmələ gətirəcək. Tutaq ki, bu A blastomeri olsun, bu da B blastomeri olsun.
Sonra bu A blastomeri yenidən bölək. B-ni olduğu kimi saxlayaq. A blastomerini yenidən bölək. Bir dəqiqə buranı silim mən. Bir saniyə. A, bu da B. Bax, B blastomeri olduğu kimi qalacaq. B blastomeri birinci uşağı əmələ gətirəcək. Bax, B-yə heç nə eləməyin. Zigot bölündü. 2 dənə blastomer əmələ gətirdi. B blastomeri heç bir bölünməyə məruz qalmayacaq və birinci uşağı əmələ gətirəcək. Artıq bir uşağımız hazırdır. Sonra A blastomeri yenidən 2 yerə ayrılacaq. Bir A1 blastomeri, bir də A2 blastomeri əmələ gətirəcək. Bax, belə. Bir A1, bir də A2 blastomer əmələ gətirəcək. Və bu da A2 də artıq ikinci uşağı verəcək bizə. İkinci uşaq. İkinci uşağı da A2 blastomer verir bizə. Burada A1 blastomeri isə üçüncü uşağı verəcək bizə. Bax, üçüncü uşaq. İndi mən sizə deyəcəm. Siz indi nə düşünürsünüz, təxmin edirəm. Deyə bilərsiniz ki, niyə üçüncü uşağı, belə deyim, A yox da, yəni ki, buradakı A blastomeri yox da, A1 blastomeri verdi. Niyə onu böldük? Çünki, belə deyim də, əslində, belə də, tam da belə yox. Üzrlü sayın dostlar, mən indi bunu sizə yenidən izah edəcəm. Biraz şəklinizə yaxşı çəkim. Dəqiqə. Deməli, burada bir dənə zigot götürək. Zigot bölünür, 2 dənə blastomer əmələ gətirir. A blastomeri, bir də B blastomeri. A blastomeri tezdən bölünsün. B blastomerinin olduğu kimi saxlayın. B blastomerini nə bölün, nə də bir şey eləyin. Bu artıq birinci uşağı bizə birinci uşağı verəcək bizə. Birinci uşaq əmələ gəldi. Bu belə. Birinci uşağımız hazırdır. Qaldı 2 uşaq. Bu olsun, A blastomeri bölünüb A1 və A2 blastomerlərini versin. Sonra bu A1 blastomerinin özü təzədən bölünəcək. Bu A2 blastomeri bizə ikinci uşağı verəcək. İkinci uşaq. Bu isə, bax, bu da bizə üçüncü uşağı verəcək. Bax, üçüncü uşaq. İndi təxmin edirəm ki, nə düşünürsünüz? Deyə bilərsiniz ki, niyə bizə üçüncü uşağı A1 yox da, A1 tezdən bölünəndən sonra versin? Niyə yəni bu A1 bizə üçüncü uşağı yox da, bu versin? Yəni o tezdən bölündükdən sonra. Çünki düşünürəm ki, belə bir şey var ki, bu A2 yerə bölünəndə A2 və A1, bunların kütlələri az olur. Çünki hər dəfə bölünəndə onlar böyümədən bölündükləri üçün az olduğuna görə bütün yük buna, bütün kütlə A2-nin olur, o ikinci uşağı əmələ gətirə bilir. Amma ki, A1-ə az kütlə düşdüyünə görə ikinci uşağı əmələ gətirməyə gücü çatmır. Ona görə o məcburdur ki, tezdən blastomeri bölünsün. O blastomerlər kütləsi, o blastomerlərin toplusu üçüncü uşaq, yəni embrional mərkəzi əmələ gətirə bilsin. Ona görə də düşünürəm ki, bəlkə də Dim də bu şəkildə düşünüb və 2 dənə götürüb. Çünki burada bölünməyə məruz qalan blastomerlərin biri budur, biri budur. Biri də bu olacaq. Çünki əgər mən A1-i üçüncü uşaq götürsəydim, burada ancaq bir dənə bölünməyə məruz qalan deməli, blastomer olacaq. Çünki bu heç bölünmədi. Qısa konkret birinci uşağı verdi bizə. Amma bu bölündü. 2 dənə də blastomer əmələ gətirdi. Zato yəni burada 3 dənə uşağı tamamlandı. Biri bu, biri bu, biri də bu. Amma belə olmur. Dim 2 dənə verib. Yəni yəqin ki, bu şəkildə düşünüb ki, burada A1 bizə üçüncü uşağı verə bilməz. Niyə? Çünki A bölünəndə blastomerlər daha da kiçilibdir. A2-nin ikinci uşağı əmələ gətirməyə gücü, yəni embrional mərkəzi yaranıb, kütləsi çatıb, amma A1-in çatmayıb. A1 də məcbur olub ki, tezdən bölünsün, tezdən yeni bir nəsil əmələ gətirsin və üçüncü uşağı da belə deyək də, həmin embrionu yarada bilsin. Yəni bu şəkildə düşünürəm. Bəlkə də yenə də müəyyən tərəddüdlər qala bilər. Belə uşaqlar, sağ olun. Əgər nəyisə başa düşmədinizsə, şərhlərdə yaza bilərsiniz. Mən onu sizə cavablandıracağam.